Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bu pətəyimizdə noyabr ayında ana arının sakit dəyişməsi baş vermişdi əziz dostlar. Yəni 2024-cü ildə, indi 2025-ci il martın 18-idir əziz dostlar. Baxın, bu ana arı buradadır. İndiyə qədər də yumurta qoymuyor. Çünki baxın, bu ana arı indiyə qədər yumurta qoymayıbsa, demək bundan sonra da bunun yumurta qoymaq şansı yoxdur. Ona görə ki dostlar, bu ana arı noyabrda çıxmış ana arıdır. Ola bilir, mayalana bilir bəzi vaxtlarda, noyabrda da hətta mayalanma ola bilir. Amma bu ana arı mayalanmıyor. Eğer noyabrda mayalansaydı, bu artıq fevral ayında başlayacaqdı yumurta qoymağa, ailəsini biraz inkişaf etdirməyə. Yəni mən bunu nəzarət altında saxladığıma görə bunu 100% əminliklə deyirəm dostlar. Yəni bu ana arının mayalanma şansı yoxdur. Çünki eğer bu payızda və yaxud qışda sakit dəyişmə yolu ilə bunu hazırlayıblarsa, eğer o dövrdə mayalanmayıbsa, demək o mayalanmayacaq. Çünki ana arının mayalanma dövrü var. Onu da 18 gün, 20 günə qədər özündə qoruyub saxlaya bilir bu ana arı mayalanma dövrünü. İndi hal-hazırda arılar da agresiv özlərini aparır, nizam-intizam yoxdur. Bu ana arı yararsız bir ana arıdır dostlar. Bu ana arının ümidinə qalsaq, bu ailə zay olub gedəcək. Çünki həm də ana arı burada ola o arılar özləri üçün üsküylər hazırlayır. Yəni dərk edirlər ki, bu ana arı yararsızdır. Amma orada sürfə yoxdur, yumurta yoxdur ki, ana arı hazırlasınlar. Məcburan onlardakı o instinkt oyanır. Orada özləri üçün boş üsküylər qururlar. Dostlar, demək bunu nə üçün deyirəm? Bəzən indi mən bu ana arını öldürüb ləğv edəcəyəm. Bura yeni ana arı, yəni bizim nukleoslarımızda qalmış qışdan salamat çıxmış ana arıları qəbul etdirəcəyəm. Yəni qısa bir zamanda onu qəbul edəcəklər. Odur ki dostlar, mən indi bu ailəyə 24-cü ildə mayalanmış normal ana arını verəcəyəm əziz dostlar. Baxın, bu ana arı da heç bir şeyə yaramır. Yəni bu ana arını indi bir vəhşilik kimi alınmasın. Bunun heç bir əhəmiyyəti yoxdur bizə. Dostlar, indi mən gənc arıçılara göstərmək istəyirəm ki, belə hallar ola bilir. Amma o demək deyil ki, sizin arı pətəklərinizdə ailə zəifdir, normal ana arıdır, o ana arı yumurta qoymur. Yəni ola bilir belə hallarda. O ana arını da öldürməyə lazım deyil. Sadəcə tam əmin olun, ondan sonra qərar verin dostlar. Ola bilir yaşlı ana arıdır, köhnə ana arıdır, qoca ana arıdır, o da ola bilir. Şimdi mən bu ailəyə nukleoslarımızdan ana verəcəyəm və sizinlə də paylaşaram dostlar. Demək dostlar, sizinlə paylaşmışdım buradakı ana arı kiçik bir ailədə qışı keçirtmişdi. Bu ailənin ana arısını o biri böyük bir ailəyə verəcəyəm əziz dostlar. Çünki burada həm arısı azdır, həm də ki ana arı, ehtiyat ana arılar bax belə bir hallar üçündür. Gözəller gözəli buradadır əziz dostlar. Baxın, bu kiçik bir ailədir. Kiçik bir ailədə baxın əziz dostlar. Görün burada necə özləri üçün bunlar
arı sürfələri bəsləyiblər. Gözəlçəmiz də baxın, 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 baxın. Budur gözəllər gözəli. İndi mən Bismillah. Heç bunun başını da mən rəngləməmişəm əziz dostlar. Qoy bunu mən bir dəfəlik rəngləyək ki, o ailəyə verəndə rahat olsun. Yəni bu yaşıl rəng 2024-cü ildir. Yəni bu ana arıda dostlar 2024-cü ilin mayalanmasıdır. Şimdi ben bunu bu qəfəsə yerləşdirib qoy başındakı rəng biraz qurusun. Yəni o ailəyə təqdim edəcəyəm dostlar. Baxın ana arıların yəni ehtiyat ana arılar bu deməkdir dostlar. Yəni biz bunları saxladıq kiçik ailəciklərdə, həm satmaq üçün təbii ki, yəni yaz, yay, payız dövründə biz onları satırıq və axırıncıları özümüz üçün saxlayırıq. Valla bu il fevral ayında da mən ana arılar satmışam. Dekabrda da ana arılar satmışam əziz dostlar. Amma indi mənə zəng vururlar, soruşurlar ana arılarla bağlı. Ana arılarla bağlı dostlar, mən indi ana arıları satmıram. İndi ana arıları mənim satmaq fikrim də yoxdur. Çünki mənim özümə də lazımdır. Yəni çox tez-tez zəng vururlar. Get, gözəlcə bağışla, bağışla, bağışla. Səni gözəl bir ailəyə verəcəyəm. Səni qəşəng bir ailəyə verəcəyəm. Hə, budur. Gözəlçəmiz. Demək belə dostlar. Demək əziz dostlar, mən nə edirəm? Baxın, bu ana arını bu ailəyə qəbul etdirmək üçün bugün ana arını mən sizin gözünüzün qabağında buradakı yararsız ana arını öldürdüm və dərhal yeni ana arını bura qəbul etdirirəm. Yəni gözləmək, yetimləşdirmək falan bu ailə artıq yetimləşmiş kimi bir şeydir. Çünki bütün ailələrdə 2, 3, 4 bəzi ailələrdə sürfəli çərçivələr vardır. Amma bu ailə indiyə qədər o ana arı yumurta qoymayıb. Bu ailə özü normal ana arı üçün ölür. Adətən mən qəbul etdirmək üçün ailələrə həmişə arıçılara da tövsiyə edirəm ki, ana arını ki bugün qoydum, 2 sutkadan sonra bu kiçik gözü açılır. 3-cü sutkada isə böyük göz açmamışdan öncə sürfələr varsa sürfələri yoxlayıb üsküyləri qırıram. Ondan sonra böyük göz açıram. Amma bu ailədə heç bir sürfə yoxdur, heç bir yumurta yoxdur. Bunun bu ana arını qəbul etməməyə heç bir şansı yoxdur. Ona görə mən bu hətta 2 gözü də aça bilərəm. Amma bir gözün, kiçik gözünü açıq saxlayıram ki, buradakı arılar bu yemi yeyib dərhal ana arının yanına keçəcəklər və ana arının feromonunu bütün pətəyə gəzdirəcəklər dostlar. Növbəti gün isə və yaxud 2 gündən sonra isə bu böyük göz açılacaq və ana arı qəbul olunacaq bu ailədən. Baxın dostlar, bu qaydada baxın,
bu iki çərçivənin arasına qoydum və çərçivələri bir-birinə sıx yapışdırmadım dostlar. Yəni bu qəfəs burada rahat hərəkətdə olsun. Yəni rahat olsun. Arılar bu boşluğa cəmlənsin. Başa düşdünüzmü? Yəni çərçivələrin yuvanı ki biraz ki enliləşdirirsən, artıq bütün arılar ora cəlb olunur. Yeni arılar ora cəlb olunur dostlar. Vəssalam. Bu ana arını mən baxın 5 çərçivəli bir ailədir. Bura qəbul etdirəcəyəm dostlar. Deməli dostlar, baxın bu ailə qışdan bu yana yəni heç bir burada yumurta sürfə olmayıb, heç bir gənə yoxdur. Tam sağlam ailədir. İndi fikrim odur demək ki dostlar, yəni görürsünüzmü qış dövründə sürfə olmayanda demək arılar sağlam olur. Arılar özlərindən sonra sürfə bəsləməyəndə, süd verməyəndə çox sağlam, yəni bir neçə ay yaşaya bilirlər dostlar. Yəni bu həqiqətdir, bu sübut olunmuşdur. Üzərinə də şərbət. Vəssalam dostlar. İndi bəzi arıçılar özlərindən yenilik kəşf ediblər. O gənc arılar da bəzən mənə suallar verir ki, şərbətlə yemləyəndə ana arını kəsirlər və yaxud öldürürlər, nə bilim belə cəhvəngiyatlara çox da qulaq asmayın. Baxın bu şərbəti qoydum, burada yeni ana arını qoydum. Vəssalam. Birinin digərinə heç bir adiyyatı yoxdur. Əksinə şərbətlə yemləyəndə ana arını daha yaxşı qəbul edirlər dostlar. Getdik. Əssalam dostlar. Sağ olun, özünüzü qoruyun.